Salam dəyərli izləyicilər, DİM-in 20 sınaq kitabçasından ikinci qruplar üçün 6-cı sınağı sizlərə izah edəcəm. Mövzular Azərbaycan ən yeni dövrdə. Başlayaq. Birinci sualdan. Uyğunluğu müəyyən edin. Azərbaycan Respublikası 21-ci əsrdə. Biz buna diqqət edirik. Daxili siyasət, xarici siyasət. Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi başlayıb 2002-ci ildən, hər 7 ildən bir demək olar ki, dəyişdirilir. Və 21-ci əsrə düşür, bəli. Məcburi köçkünlərin yaşadığı bütün çadır düşərgələrinin ləğv edilməsi 2007-də ləğv edilibdir. Bu da 21-ci əsrə düşür, daxili siyasətdir. Əhalinin sosial müdafiəsi fondunun təsis edilməsi 1994 20-ci əsrə düşür. BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi 2011-də seçilibdir. 2012-13-də də fəaliyyət göstərib. Xarici siyasətdə 21-ci əsr doğrudur. NATO-nun Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulması şayəş bu olacaq 1992 aid deyil, 20-ci əsrə düşdüyünə görə. Bakı-Tbilisi-Ceyhan əsas boru ixrac neft kəmərinin çəkilməsinə dair sazişin imzalanması 1999 İstanbulda 20-ci əsrə düşür. Cavab olacaq 1-ə A, B, 2-yə A. C bəndi. 2021-ci ildə baş vermiş hadisələri müəyyən edin. Qarabağ Dirçəliş Fondunun yaradılması, bəli, bu 2021-dədir. Bakı metropoliteninin 8 noyabr stansiyasının istifadəyə verilməsi, bu da 2021-in may ayındadır, doğrudur. Zəngilanda Beynəlxalq Hava Limanının istifadəyə verilməsi 2022-dir. Şuşada Xarı Bülbül Festivalının keçirilməsi, bu da 2022-dir. Şuşa ili elan edilmişdir. Həmin ildə də Şuşada festivallar və keçirilmişdir. Vaqif poeziya illəri və s. günləri. 1-2 cavab B olacaq. Azərbaycan Respublikasının 1991-ci il və 2002-ci il tarixlərinə aid ümumi cəhət. Baxırıq. Prezident seçkilərinin keçirilməsi. 91-də prezident seçkiləri olmayıb. 92-də olubdur. 92-də, 93-də olub. Sonra 98 belə davam edir. 2002-ci ildə də olub, 2002-də olubdur prezident seçkiləri. Bələdiyyə seçkilərinin keçirilməsi 1999-dan başlayır, 5-dən bir. Referendumun keçirilməsi. Referendum, ümumi olaraq referendum deyir, konkret nə ilənsə bağlı demir. 91-ci ildə olubdurmu referendum? Bəli, dekabrda olmuşdur. Dekabrda siz Azərbaycan Respublikasının müstəqilliyi ilə razısınızmı deyilən bir referendum olmuşdur. Demək olar ki, hər kəs razı olduğunu bildirmişdi. 2002-ci ildə referendum olubdurmu? Bəli, olubdur. Burada da konstitusiya ilə bağlı bayaqlarım dedik. Harada dedik? O bir tərəfdə deyəsən. Konstitusiya ilə bağlı referendum olmuşdu. 2002, 2009 belə referendumlar olub. Deməli, doğru cavab C bəndi olacaq. Yeni konstitusiyanın qəbul edilməsi. Yeni konstitusiya 1995-də qəbul edilibdir bir dəfə. Sonra yenidən sadəcə dəyişikliklər olubdur. Qarabağ bölgəsində uğurlu hərbi əməliyyatların keçirilməsi. 91 və 2002-də heç birində uğurlu əməliyyatlar olmayıbdır. Doğru cavab təkcə C olacaq. 4-cü suala baxaq. Azərbaycanın 20-ci əsrin 90-cı illərinin ikinci yarısı tarixinə aiddir. Yəni 1995-99, 1995-1999-cu illərdə bu illər arasında olan hadisələri götürməliyik. İkinci yarısı tarixinə aiddir. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv qəbul edilməsi 1992-dir. Yox. Yeni Azərbaycan Partiyasının yaradılması, o da 92-dir, səhvdir. Konstitusiya Məhkəməsinin yaradılması 98, doğrudur. Senzuranın ləğv olunması haqqında fərmanın verilməsi, o da 98, doğrudur. İlk bələdiyyə seçkilərinin keçirilməsi 99, bunlar doğrudur. 3, 4, 5 D bəndi olacaq. Azərbaycan Respublikasının 20-ci əsrin 90-cı illəri ilə bağlı hadisə nəticə əlaqəsi pozulmuşdur. Yəni səhv olanı soruşur 90-cı illərlə bağlı. Bakı bəyannaməsi qəbul edildi. Böyük İpək yolunun mənzil qərargahı yaradıldı. Bəli, 1998 bu doğrudur. Bizdən səhvi soruşur. Əsri müqaviləsi imzalandı. Bakı Novorossiysk neft kəməri istifadəyə verildi.
Əsrin müqaviləsi baxmayaraq ki, 94-də imzalanmışdı. Amma bu neft kəməri Bakı Novorossiysk isə 97-də aid olacaq. Yəni əsrin müqaviləsi imzalanır. İlk olaraq Bakı Novorossiysk Şimal Rusiya arasında gedən neft kəməri istifadəyə verildi. Ölkə iqtisadiyyatına xarici investisiya cəlb edildi. Sənayenin bir sıra sahələrində böhran vəziyyəti yarandı. Belə bir şey Azərbaycan tarixində heç vaxt olmayıb. Ümumiyyətlə heç bir dövlətdə belə bir şey xatırlamıram, rast gəlməmişəm, eşitməmişəm. Xarici investisiyanın ölkəyə cəlb edilməsi əksinə müsbət nəticələr verməsi lazımdır ki, veribdir də. Çünki bütün dövlətlər də buna adətən çalışırlar. Xarici investisiyanı ölkəyə cəlb etmək. Bu Azərbaycana həm də ölkəyə kapital axını deməkdir. Yeni kapital axını, yeni iş yerlərinin açılması, ölkənin daha çox məhsul istehsal etməsi mənasına gəlir. Pozulmuşdur, bəli, burada pozulubdur məntiq olaraq. Bazar iqtisadiyyatına keçildi, istehsal sahələrinin özəlləşdirilməsinə başlanıldı. Özəlləşdirmə Sovet dövründə keçirilən milliləşdirmənin əksidir. Yəni dövlət sahibkarlardan necə alırdı səhmlərindən müəssisələri, zavodları, fabrikləri, indi isə satışa çıxardır və sahibkarlığın inkişafına şərait yaradır. Məhkəmə islahatı həyata keçirildi. Ölüm hökmü şərqdə ilk dəfə ölkəmizdə ləğv edildi. Bəli, 98-ci ildə Azərbaycanda ölüm hökmü ləğv edilmişdi məhkəmə islahatı ilə. Növbəti sual 6 və 7. İkinci Qarabağ Vətən müharibəsindən fərqli olaraq aprel döyüşləri dövründə, yəni aprel döyüşlərinə aid olanları seçirik. Qarabağ müharibəsinin aid olmasın. Döyüşlərdə fərqlənmiş hərbçilər orden və medallarla təltif edilmişdi. Bu doğrudur, hər ikisində olubdur. Düşmənin uzun illər möhkəmləndirdiyi müdafiə xətti yarılmışdı, hər ikisində də yarılmışdı. Strateji əhəmiyyətli mövqelər düşməndən azad edilmişdi, hər ikisinə də aiddir. Erməni işğalçılarının silahlı təxribatlarının qarşısı alınmışdı. Hər ikisində də qarşısı alınıbdı. Ermənilərin hücumlarının hərbi əməliyyatlar birtərəfli qaydada dayandırılmışdı. Bir tərəfli qaydada deyirik isə təkcə aprel döyüşlərini götürəcəyik. Çünki Qarabağ, 2-ci Qarabağ müharibəsində isə iki tərəfli olaraq dayandırılmışdı hərbi əməliyyatlar 10 noyabr bəyannaməsi ilə, imzası ilə. Deməli, cavab Y. Eyder-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Heydər Əliyevin birinci prezidentlik dövrü. Birinci prezidentlik dövrü 1993-98. Heydər Əliyevin ikinci prezidentlik dövrü 1998-2003. Keçək variantlara baxaq. Ümumxalq səsverməsi, referendumun keçirilməsi. 2002-də götürə bilərik Heydər Əliyevin ikinci prezidentlik dövrünü ola biləcək bu. 2-yə A. Neftin, 2 yazaq. Neftin ixracı ilə bağlı xarici ölkələrlə sazişlərin imzalanması. Neftin ixracı ilə bağlı həm birincidə olubdur, deyirsiniz ki, hansı 94-cü il əsrin müqaviləsini götürə bilərik, həm də ikincidə olubdur. 1999-da İstanbulda bayaq qeyd etdik, Bakı-Tbilisi-Ceyhanın çəkilməsi ilə bağlı imza atılmışdı İstanbulda. Deməli, bu üçə aid olacaq. Bələdiyyə seçkilərinin keçirilməsi. Bələdiyyə seçkiləri 99-da keçirilirdi. Bu aid olacaq. Yenə ikinci prezidentlik dövrünə. Parlament seçkilərinin keçirilməsi. Parlament 95, 2000-ci illərdə 5 ildən bir keçirilibdi. Bu da hər ikisinə aid olacaq. 3-ə götürəcəyik. Milli Qurtuluş Gününün təsis edilməsi. Təsis edilməsi 93-cü il 15 iyunda prezident, hələ prezident deyildi, Heydər Əliyev Ali Məclisin sədri seçilmişdi. 97-ci ildən başlayaraq, 1997-ci ildən başlayaraq həmin gün Milli Qurtuluş Günü kimi qeyd edilir. Yəni təsis edilməsini soruşduğuna görə 97 götürürük. O da 97-də birinci prezidentlik dövrünə düşür. Deməli, 1-ə Y, 2-yə A, C, 3-ə B, D. Bəli, cavab olacaq C bəndi. 8-ci sual. 1994-cü ilin yanvarında Azərbaycan ordusu Füzuli rayonundakı mühüm strateji əhəmiyyətə malik olan Horadiz qəsəbəsini və 22 kəndi azad etdi. Sonrakı günlərdə milli ordu qüvvələrimizin hücum əməliyyatlarının genişləndirməsi nəticəsində Cəbrayıl rayonunun bir hissəsi düşməndən təmizləndi. Bəli, bu da aiddir. Respublikanın bütün imkanlarını ordu quruculuğuna səfərbər etmək üçün Dövlət Müdafiə Şurası
yaradıldı. Bu 93-cü ildədir, aid olmayacaq. Rusiya Azərbaycanın MDB-yə daxil olmasını təklif etdi. Bu da 93-cü ilin fevralında olmuşdu, əvvəllərinə düşür. Ağdərə rayonu erməni işğalından azad edildi. Bu 92-ci ilə aiddir. Bunlar 1993-dür hər ikisi. Bu isə 1992-ci ildə idi. Yay aylarındakı hərbi əməliyyatlarda. Bu da getdi. Kəlbəcərin bir sıra yaşayış məntəqələri azad edildi. Doğrudur. 1-5 D bəndi. Azərbaycan SSR və Azərbaycan Respublikası arasında oxşar cəhət deyil. Qəbul edilmiş konstitusiyaya əlavə düzəlişin edilməsi. Bəli, SSR-də 21-ci il konstitusiyası və yaxud 37-ci il Azərbaycan SSR konstitusiyası qəbul edilmişdi. 1956-cı ildə əlavə düzəliş edilməklə Azərbaycan dili dövlət dili olmuşdu. Burada olubdu Azərbaycan SSR-də. Azərbaycan Respublikası dövründə də 1995-də konstitusiya qəbul edilir. Daha sonra düzəlişlər edilir. 2002, 2009, 2016. Hər ikisinə də aid. Bizdən deyir, oxşar cəhət deyil soruşur. Bu isə oxşardır. Yeni neft kəmərlərinin istifadəyə verilməsi. Misal üçün, 1983-cü ildə Azərbaycan SSR-də neft kəməri çəkilir, Sibir nefti Bakıya axmağa başlayır, kükürtlü Sibir nefti. Bu da ekoloji problem yaratmışdı. Azərbaycan Respublikası dövründə isə xeyli sayda neft kəmərləri istifadəyə verilmişdi. Misal üçün, Novorosiyski, Bakı Subsa, Bakı Tbilisi, Ceyhan və s. Bu da hər ikisinə aiddir. Ərazi bütövlüyünə qarşı qəsdlərin baş verməsi. Biz bilirik ki, Sovet hakimiyyəti qurulandan sonra Azərbaycan SSR-in torpaqları həm Ermənistana, həm də Gürcüstana verilmişdi. Zəngəzuru elə götürə bilərik, əsas torpağımız. Ermənistanla Gürcüstan arasında bölüşdürülən borc halını, Qarayazını Gürcüstana verilib və bir hissəsi Gürcüstana verilibdi. Ərazi bütövlüyünə qarşı qəsdlərin baş verməsi. Bu SSR dövründə olanlardı saydıqlarım. Bir də Azərbaycan Respublikası dövründə Dağlıq Qarabağın işğal edilməsi, ətraf rayonların işğal edilməsi də oxşar cəhət olacaq. Heydər Əliyevin ölkəyə rəhbərlik etməsi. Hər ikisində də Heydər Əliyev ölkəyə rəhbərlik edibdi. 1969-82-ci illərdə Azərbaycan SSR-də, 93-2003-də isə Azərbaycan Respublikasında rəhbərlik edibdi. Naxçıvan statusu ilə bağlı müqavilələrin bağlanması. Bu artıq təkcə Naxçıvan statusu ilə bağlı müqavilələrin bağlanması 1921-də Moskva-Qars müqaviləsi götürə bilərik ki, bu yalnız Azərbaycan SSR dövrünə aid olacaq. Azərbaycan Respublikasında isə artıq Naxçıvan statusu bəlli idi, dəyişmir. O vaxtdan elə 1924-cü ildən isə Muxtar Respublika olaraq qalır. Cavab E bəndi. Qarabağ münaqişəsinin 20-ci əsrin 90-cı illəri üçün səciyyəvidir. Qarabağ münaqişəsinin, yəni 1990-cı illər üçün birinci Qarabağ münaqişəsinin müharibəsindən və yaxud münaqişəsindən söhbət gedəcək. Bölgədə xüsusi idarəçilik komitəsinin yaradılması 1989 yanvarda yaradılır, noyabrda ləğv edilir. Ermənilər tərəfindən qondarma Dağlıq Qarabağ Respublikasının yaradılması 91-dədir. Bunu götürəcəyik. Xankəndində yaşayan Azərbaycanlıların öz doğma yerlərindən qovulmasına başlanması. Bu elə həmin xüsusi idarəçilik komitəsi dövründə olmuşdu. 1989. Bunu da götürmürük. DQMV-nin statusunun ləğv edilməsi 1991-ci il noyabrın 26-sında düşür. 2-4 cavab E bəndi. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində bütün yaşayış məntəqələri düşməndən azad edildi. Bütün yaşayış məntəqələri deyilirsə, söhbət artıq 2023-cü il antiterror əməliyyatından gedəcək. Dağlıq Qarabağ Respublikası adlandırılan qondarma qurumun buraxıldığı elan edildi. Həmin ildə Qarabağda fəaliyyət göstərən qanunsuz birləşmələr tərk silah edildi. Bu da elə həmin ildə göstərilənlər nəticəsidir. Lokal xarakterli antiterror əməliyyatlarının 2023-cü ildə olmuşdur. Keçirik növbəti 12-ci suala. Bakı-Tbilisi-Ceyhan əsas boru ixrac neft kəməri haqqında saziş imzalanmışdır. Bizdən xəritə sualı soruşur. Bu İstanbulda imzalanıbdır.
Azərbaycan Respublikasının NATO Parlament Assambleyasının asosiallaşdırılmış üzvlüyünə qəbul edilmişdir. Göstərilənlərin baş verdiyi şəhəri xəritədə müəyyən edin. Şəhər İstanbuldur. Bu da 2-yə düşür. Cavab olacaq B bəndi. 2 İstanbul. Birinci Qarabağ müharibəsi zamanı Azərbaycana dövlət səviyyəsində hər cür yardımın göstərilməsinə məhdudiyyətin qoyulmasını nəzərdə tutan Azadlığı Müdafiə Aktına düzəliş edilməsi, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olması. 3 dənə həmsədr olubdu. ABŞ, Fransa, İngiltərə, ABŞ, Fransa, Rusiya. Azadlığı Müdafiə Aktına 1992-ci ildə də ABŞ düzəliş etmişdi və Azərbaycana dövlət səviyyəsində hər cür yardım dayandırılmışdı ABŞ tərəfindən. Vətən 2-ci Qarabağ müharibəsi ərəfəsində deyəndə müharibədən əvvəlki dövrü nəzərdə tutulur. Yəni çox yox, biraz əvvəlki dövr. Baş vermiş hadisə deyildir. Türkiyə Respublikası ilə Şuşa bəyannaməsinin imzalanması. Bu Qarabağ müharibəsi 2020-ci ildir. 2020-ci il. Türkiyə Respublikası ilə Şuşa bəyannaməsinin imzalanması 2021. Ərəfəsində baş vermiş hadisə deyildir. Bu da ərəfəsində deyil, artıq bəyannamədən sonra, müharibədən sonra olmuşdur. Ermənistan rəhbərliyinin Qarabağın erməni icmasının sülh danışıqlarında tərəf kimi qəbul edilməsi şərtini irəli sürməsi, bəli, bu olubdur. Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev tərəfindən Ermənistan tərəfinin ərazi iddialarının ifşa edilməsi, bu 2020-ci il müharibədən əvvəl idi. Qarabağ ərazisində təmas xəttini keçməyə cəhd edən düşmənin kəşfiyyatçı təxribat qrupunun qarşısının alınması, bu demək olar ki, hər zaman tez-tez olubdur, müharibədən əvvəl də olmuşdur. Azərbaycan ordusunun general-mayoru Polad Həşimovun qəhrəmancasına şəhid olması 14 iyul 2020-ci ildə Tovuz döyüşlərində olmuşdur. 2020-ci il 14 iyul müharibə ərəfəsinə aiddir. Cavab A bəndi olacaq. Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatına üzv qəbul olunduğu ildə baş verməmişdir. Yəni 1992-ci ildə baş verməmişdir. Azərbaycan Milli Qəhrəmanı adı təsis edilmişdir. Bu 92-dir. Türkiyə ilə sərhəddə Ümid Körpüsünün açılışı olmuşdur. Bu da 92-ci ildədir. SSR-in hərbi əmlakının bölüşdürülməsi haqqında Daşkənd müqaviləsi. Bu da 92-ci ilə aiddir. Azərbaycan ordusu Daşaltı əməliyyatını həyata keçirmişdir. Bu da 92-ci ilin əvvəllərinə düşür, uğursuzluqla nəticələnmişdir. Dövlət gerbi təsdiq olunmuşdur 1993-cü ildə, bu aid deyil. Cavab E olacaq. Daha əvvəl baş vermişdir. Naxçıvan MSSR adından Sovet sosialist sözlərinin götürülməsi 1990 noyabrında. Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamənin qəbul edilməsi 1991-in avqustun 30-u. Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılması 1991 fevralın 5-dədir. Azərbaycan Respublikasının dövlət müstəqilliyi ilə bağlı referendumun keçirilməsi və qeyd etdiyim 1991-in dekabrındadır. Dekabrın 29-u. Azərbaycan Respublikasının üstünlüklü bayrağının dövlət bayrağı kimi təsdiq edilməsi, bu da 91 fevralın 5-də olmuşdur, 1991-ci il. Deməli, bizdən soruşur, daha əvvəl bir dənə 90-cı il var, cavab A bəndi. Azərbaycan Respublikasının 20-ci əsrin 90-cı illərinin ortaları tarixinə aiddir. Yəni, 1994-96-cı illər, təqribən bu illər ortaları götürə bilərik. İnsan hüquqları üzrə müvəkkil ombudsman haqqında konstitusiya qanununun qəbul edilməsi 2001-ci ildədir, 2002-ci ildə də fəaliyyətə başlamışdı. İlk demokratik parlament seçkilərinin keçirilməsi 1995, bəli, bu 20-ci əsrin 90-cı illərin ortalarına düşür. Senzuranın ləğvi haqqında fərmanın verilməsi 1998, bu sonlarına düşür 90-cı illərin. Dövlət himninin təsdiq edilməsi. Dövlət himni 1992-ci ildir, əvvəllərinə düşür. Torpaq islahatı haqqında qanunun qəbul edilməsi 1996, bu da ortalarına düşəcək.
2, 5 cavab D bəndi. Azərbaycan Respublikasının tarixində müvafiq olaraq 99-2004-cü illərə aid hadisələri müəyyən edin. Baxaq, müvafiq olaraq. Ölkədə parlament seçkiləri 95-2005 getdi. Prezident seçkiləri 93-98, 2003-2008. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinə və Avropa Şurasına üzv qəbul edilməsi. Bu 2001-ci ildə Avropa Şurası, ATƏM də 92-ci ildir, bu da aid deyil. Konstitusiyanın qəbul edilməsi və dünya Azərbaycanlılarının, bu 95-dir Konstitusiya, dünya Azərbaycanlılarının ilk qurultayının keçirilməsi 2001-ci ildir, bu da səhvdir. Dövlət Neft Fondunun təsis edilməsi 99 düzdür və Heydər Əliyev Fondunun yaradılması 2004 doğrudur, hər ikisi. Müstəqil Dövlətlər Birliyinə üzv qəbul olunması MDB 93-də üzv olur və Kəlbəcər istiqamətində Murovdağ əməliyyatının keçirilməsi, bu da 94-cü ilin fevralı, heç biri uyğun gəlmədi. Cavab D bəndi. Azərbaycan Respublikasının 20-ci əsrin 90-cı illərinin birinci yarısından fərqli olaraq 21-ci əsrin ikinci 10 illiyi tarixinə aiddir. 90-cı illərin birinci yarısı deyir, yəni 1994-ə qədər, bu birinci yarısıdır. Bundan fərqli olaraq 21-ci əsrin ikinci 10 illiyi, yəni 2011-2020-ci illərə aid olsun. Bunlarda olmasın. Qarabağ bölgəsində uğurlu hərbi əməliyyatların aparılması. Bu, 1-ci Qarabağ müharibəsi dövrünə düşür. Birinci yarısı baş verib uğurlu hərbi əməliyyat olubdur. Məsələn, Ağdərənin azad edilməsi, Horadiz əməliyyatı və s. 2011-20-ci illərdə də aprel döyüşləri, həmçinin ən əsas Vətən müharibəsi, 2-ci Qarabağ müharibəsində uğurlu əməliyyatlar apararaq qalib gəlmişik. Deməli, bu hər ikisinə aiddir. Beynəlxalq təşkilatlara üzv qəbul edilməsi. 90-cı illərdə BMT, MDB kimi təşkilatlara 2011-ci ildə daxil olmuşuq Qoşulmayanlar Hərəkatına. Bundan başqa BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü də olmuşuq. Bu da oxşar cəhətdir. Neftin ixracı ilə bağlı xarici ölkələrlə müqavilələrin imzalanması. Bu 94-cü ildə əsl müqaviləsini götürə bilərik. Ancaq bu 21-ci əsrdə olmayıbdır bu. Bizdən əksini soruşur. Dünya Azərbaycanlıların qurultaylarının keçirilməsi. Qurultaylar ilk dəfə başlayıbdır 2001-ci ildə, daha sonra 2006, 2011. Ancaq 90-cı illərdə olmayıbdır. Deməli, doğru cavab D olacaq. Prezident seçkilərinin keçirilməsi. Prezident seçkiləri də 92-də olub, 93-də olub, həmçinin 2013-də də bildiyiniz kimi olubdur. Yəni, bu da hər ikisinə aid olur. Eyni ildə baş vermişdir. Azərbaycanda prezident vəzifəsinin təsis edilməsi 1990-cı il. Azərbaycan Respublikasının İslam Konfransı Təşkilatına üzv qəbul edilməsi 1991 ilk daxil olduğumuz təşkilat idi. Heydər Əliyevin Naxçıvan Emir Ali Məclisinin sədri seçilməsi. 90-cı ildə deputat, 91-ci ildə isə Ali Məclisin sədri olur Naxçıvanda 1991. Yeni Azərbaycan Partiyasının yaradılması 1992. Azərbaycan SSR-in suverenliyi haqqında Konstitusiya qanununun qəbul edilməsi 1989. Baxırıq, eyni ildə 2 ilə 3 cavab olacaq A bəndi. Göstərilən xüsusiyyətlərin aid olduğu ərazini xəritədə müəyyən edin. 2020-ci ilin noyabrında 3 tərəfli bəyanatdan sonra Azərbaycan Respublikasına qaytarıldı. Ərazisində Türkiyə, Rusiya birgə monitorinq mərkəzi yaradıldı. 3 ərazi qaytarılmışdı. Ağdam, Kəlbəcər, Laçın. Birgə monitorinq mərkəzi isə təkcə Ağdama aid olacaq. O da 1-ə düşür. Cavab A bəndi olacaq. 22-ci. Vətən müharibəsindən sonrakı dövrdə görülən tədbirlərə aid deyil. Sonrakı dövrə aid deyil. Bakı metropoliteninin yeni stansiyasının istifadəyə verilməsi 2021-ci ildə olubdur bu. 2021-də hansı stansiyaydı? 8 noyabr stansiyası bu aiddir. Füzulidə beynəlxalq hava limanının açılması, bu da 2021-dədir, oktyabr ayında aiddir. Şuşada Vaqif poeziya günlərinin keçirilməsi 2022 Şuşa ilində keçirilibdir. Hərbi qənimətlər parkının yaradılması 2022
21 aprelində idi. Bu da aiddir. Bakıda 1-ci Avropa oyunlarının keçirilməsi 2015 bu aid deyil. Cavab da olacaq. 1-ci Qarabağ müharibəsi dövründə Azərbaycan Respublikasının xarici siyasəti üçün xarakterikdir. Daşkənd müqaviləsinin imzalanması 92, bəli, aiddir. Rusiyanın ultimativ şəkildə MDB-yə daxil olmaq təklifinin qəbul edilməməsi bu 1993-ün əvvəlləri fevral ayına düşür. Bu da aiddir. Daha doğrusu Xocalı Ədalət Beynəlxalq Maarifləndirmə kampaniyasına start verilməsi 2008-də bu aid deyil. Əsrin müqaviləsinin imzalanması. Əsrin müqaviləsi imzalanıbdır 1994 sentyabrda, amma atəşkəs isə 1900 deməli atəşkəs yəni Qarabağ müharibəsi belə götürə bilərik də 1991-dən təqribən başlayır. 1994-cü ilin may ayında başa çatır. Mayın 12-sində Daşkənd müqaviləsindən sonra atəşkəs imzalanmışdı. Bu da müharibədən sonraki dövrə düşür. NATO təşkilatı ilə əməkdaşlıq edilməsi. NATO-na ilk dəfə 1992-ci ildə Şimali Atlantik Əməkdaşlıq Şurasına üzv olmuşdur. Bununla da NATO ilə əməkdaşlıq başlamışdır. 1-2-5 olacaq doğru cavab. 2009-cu ildə mədəniyyət sahəsində baş vermiş hadisələri müəyyən edin. Təhsil haqqında qanun qəbul edilməsi doğrudur. Avroviziya mahnı müsabiqəsində ölkəmizin qalib gəlməsi. Avroviziya 2011-ci ildə qalib gəlmişik. Azərbaycanın Türksoy təşkilatına qoşulması 1993-dür. Bakıda Beynəlxalq Muğam Festivalının keçirilməsi 2009-dur. Ölkəmizin 4-cü İslam Həmrəyliyi oyunlarına ev sahibliyi etməsi, bu da olacaq 2017-ci ildə. Xəritədə ərazisi rəqəmlə göstərilmiş şəhərə aid olanları müəyyən edin. Bu göstərilən ərazi Xankəndidir. Xankəndi. Aid olanları deyil müəyyən edin. Deməli bu ərazi Xocalıdır. Xocalının içərisində, Xocalı rayonunun içərisində Xankəndi şəhəri yerləşir. Uşaqlar qarışdıra bilərlər. Bu isə Şuşa şəhəri olacaq. Şuşa şəhərinin ərazisi. Keçək variantlara baxaq. Dağlıq Qarabağ Respublikası adlandırılan qondarma qurum burada buraxıldığını elan etmişdi. Bəli, 2023-cü ildə antiterror əməliyyatlarından sonra Xankəndidə buraxıldığını elan edir. 20-ci əsrin 70-ci illərində Ağdamdan bu əraziyə dəmir yolu çəkilmişdi. 1979 Ağdam-Xankəndi dəmir yolu xətti çəkilirdi. Ərazinin bir hissəsi aprel döyüşləri zamanı işğaldan azad edilmişdi, yanlışdır. Ərazisində Güləbird su elektrik, bu da Laçın ərazisindən düşür, Güləbird, yanlışdır, 1-2. Xronoloji ardıcılığı müəyyən edin. Yaşad fondunun yaradılması 2020-ci ildədir. 2020-ci ilin sonlarında Yaşad fondu yaradılır müharibədən sonra. Zəngilanda beynəlxalq hava limanı istifadəyə verilməsi 2022. Azərbaycanın qoşulmama hərəkatı təşkilatına sədrlik etməyə başlaması 2019. Bəzi kitablarda 18 ilə göstərilir, amma əksər kitablarda 19 göstərilir. Daha dəqiq də 19 olmalıdır. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi 2017-ci il. Xronoloji ardıcılıq isə olacaq. Deməli 4-3-1-2 4-3-1-2. Keçək 27-yə. Heydər Əliyevin ikinci prezidentlik dövrü, İlham Əliyevin ikinci prezidentlik dövrü. 1998-2003. İlham Əliyevin ikinci prezidentlik dövrü 2008-2013. Deməli, baxaq. TQDK-nın bazasında Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması 2016. 2016-da yaranıb, heç birinə düşmür. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı 2017. Bu da heç birinə düşmür. Dövlət Neft Fondunun yaradılması 1999. Bu düşəcək 1-ə. Burada yazacaq 1-ə olacaq C. Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi. Bakı-Supsa 1999. Bu da düşəcək 1-ə. Azərbaycanın qoşulmama hərəkatına tam hüquqlu üzv qəbul edilməsi 2011. Bu da düşəcək 2-yə. Y.
Keçək 28 situasiya sualı. ATƏM-in Nazirlər Şurası özünün Helsinkidə çağırılmış fövqəladə iclasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli tənzimlənməsinə nail olmaq üçün konfransın keçirilməsi barədə qərar qəbul etmişdi. Bununla da münaqişənin tənzimlənməsinə dair beynəlxalq təsisat yaradılmışdı. 1993-cü ildə isə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalı məsələsini bir neçə dəfə müzakirə etmiş və 4 qətnamə qəbul etmişdi. Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli tənzimlənməsinə nail olmağa çalışırdılar. Bəhs edilən münaqişənin həlli ilə bağlı yaradılmış işçi qrupunun adı Minsk qrupudur bu. Minsk qrupu Dağlıq Qarabağ problemini həll etməyə çalışırdı. BMT-nin Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrdə qoyduğu tələbi yazın. Bütün o tələblərdə 822-53, 853, 874, 884 saylı qətnamələrdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının qeyd-şərtsiz, yəni heç bir şərt olmadan boşaltmasını, tərk etməsini, azad etməsini nəzərdə tutulurdu. Bu olacaq. Ermənistanın işğal etdiyi Azərbaycan şəhərlərini tərk etməlidir. 30-cu suala baxaq. Mənbədə göstərilən tarixdə Azərbaycan ordusunun müharibənin gedişində dönüş yarada bilməsinin 2 səbəbini yazın. Burada söhbət 1993-cü illərdən gedir, 93-dən. Həmin vaxtda Azərbaycanda rəhbərliyə Heydər Əliyevin gəlməsi, dağınıq vəziyyətdə olan ordunun ləğv edilməsi, nizami hərbi hissələrin yaradılması, Heydər Əliyevin bundan əlavə Əfqanistanda xidmət etmiş Azərbaycan hərbçilərinə müraciət eləməsi, onlardan ibarət nizami hərbi dəstələrin yaradılması, müdafiə haqqında qanunun qəbul edilməsi də təsir göstərmişdir. Bu qədər dəyərli izləyicilər. Növbəti izahatlarda görüşərik.